Nizami rayonundakı şərab mağazalarından birində martın 6-sı axşam quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxsin mağazada işləyən 21 yaşlı satıcını kəsici deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talayıb. Hadisənin görüntüləri amban kameralara düşüb. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Göygöldə yol nəqliyyat hadisəsi baş verib. Hadisə Göygöl-Toğanalı Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan Şaqman markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Qəza zamanı yük maşını aşıb, yük yerində olan torpaq əraziyə dağılıb. Həmçinin evin hasarı uçub. Yük maşınının evin hasarına çırpılması zamanı bir nəfər yüngül xəsarət alıb. İlkin məlumata görə qəzaya səbəb sürücünün sərt döngədə düzgün manevr etməməsi olub. Faktla bağlı araşdırma aparılır.